Hər vaxtınız xeyir. Sizə deyim ki, səhər yeməyinin yanında üzərinə zabarına krem çəkilmiş bu bulkalar çox ləzzətli olar. Keçirəm hazırlanma qaydasına. Əvvəlcə kremini hazırlayıram. 200 qram şəkərə 5 xörək qaşığı un və 1 yumurta qarışdırıram yaxşı-yaxşı. Üzərinə də yarım litr, yəni 500 ml süd əlavə edirəm. Ocağın üzərinə qoyuram. Qarışdıra dayanmadan bişirirəm. Qatılaşana qədər bişirirəm. Qatılaşdıqdan sonra tam görürsünüz hazırdır. Üzərinə vanilin əlavə edirəm və 50 qram da kərə yağı əlavə edib qarışdırıram. Kərə yağı tezdə əriyir, qoyuram soymağa. İndi isə keçirəm xəmirə. Xəmiri üçün 600 ml mən süddən istifadə etmişəm. Süd burada ilıq şəkildədir. Üzərinə burada 2 xörək qaşığı şəkər əlavə edirəm. 1 paçka quru maya, 3 yumurta, yarım çay qaşığı duz və bir də vanilin əlavə edib xəmiri başlayıram yoğurmağa. Xəmirin üzərinə də deyim ki, hardasa 6 stəkan un əlavə edirəm, daha sonra 3 stəkan da əlavə edirəm, yumşaq bir xəmir əldə edirəm. Əvvəlcə xəmirin üzərinə mən 50 qram yağ əlavə edirəm, yumşaq şəkildə, bu şəkildə yoğururam. Daha sonra 1 xörək qaşığı da 9% уксусdan istifadə edib yenidən yoğururam. Tam qəşəng yoğurduqdan sonra deyim ki, xəmiri çoxlu yoğurmaq lazımdır. Xəmiri nə qədər çox yoğursaq, bir o qədər xəmir yaxşı şişir və yaxşı alınır. Üzərinə duru yağ əlavə edib, salafan örtüb və qoyuram xəmiri acımağa. Hardasa təxminən 1 saatdan sonra xəmir bu şəkildə acıyır. Mən bir dəfə də xəmiri yoğurmuşam, onu deyim ki, və yenidən acımasını gözləmişəm. İkinci dəfə də bax bu şəkildə belə qəşəng xəmir alınır. Yenə üzərinə duru yağ səpirəm və əlim vasitəsilə hamarlaşdırıb nazik bir xəmir edirəm. Nazik bir xəmir etdikdən sonra tən ortadan xəmiri mən böləcəm. Onu deyim ki, xəmiri bu şəkildə tam nazik şəkildə, uzunsov şəkildə mən etdim və tən yarıya bölürəm. Üzərinə də 100 qram yumşaq halda olan yağı xəmirin hər tərəfinə çəkirəm. Bu şəkildə tam yağı xəmirin hər tərəfinə çəkdikdən sonra üzərinə mən daha əvvəlcədən mən limonun qabığını bu şəkildə rəndədən keçirmişəm və qurutmuşam və şirniyyatlarda mən götürüb istifadə edirəm. Bu limonun qabığını da xəmirin hər tərəfinə yayıram və demək olar ki, bu bulkalar limon ətirli olacaqdır. Sonra rulet şəklində bu şəkildə xəmiri yığıram. Daha sonra sap vasitəsilə daha səliqəli çıxsın deyə bu şəkildə xəmiri kəsirəm. Sapla onu deyim ki, kəsdikdə daha səliqəli olur. Bıçaq vasitəsilə onu deyim ki, bu xəmiri bıçaq vasitəsilə kəsməyin. Onda xəmir əzilir, formasını itirir, amma sapla daha səliqəli çıxır. Bu şəkildə rulonun hamısını sapla kəsirəm və yığıram bir tərəfə. Üzərindən də biraz əlim vasitəsilə yastılayıram. Bir də kənarlarını birləşdirirəm ki, xəmir bişən zaman kənarları ayrılmasın. Hamısını bir tərəfə yığıram və yığdıqdan sonra üzərini çay dəsmalı vasitəsilə, salafan vasitəsilə örtürəm. Hardasa 15-20 dəqiqə gözləyirəm ki, xəmir burada yaxşı köpsün, yumşalsın və köpsün. Sizdən bir xahişim də budur ki, əgər kanalıma ilk dəfə gəlmisinizsə və kanalımda olan reseptləri bəyənirsinizsə, onda kanalıma abunə olmağı unutmayın ki, yeni videolarımdan xəbərdar olasınız və hamıdan demək olar ki, birinci siz baxa bilərsiniz videolarıma. İndidən təşəkkür edirəm. Dediyim kimi üzərini salafan vasitəsilə örtürəm və 15-20 dəqiqə gözləyirəm ki, xəmir yaxşı şişsin. Burada gördüyünüz kimi xəmir yaxşı şişibdir və üzərinə mən yumurta heç nə çəkmədim. İstəsəniz yumurta ilə südün qarışığını çəkə bilərsiniz. Artıq burada bulkalar soyubdur və üzərinə mən artıq zavarno kremi çəkirəm. İnanın o qədər dadlı olur ki, çox gözəl olur. Zavarno kremi çəkdikdən sonra da hardasa 15 dəqiqə gözləyirəm ki, biraz daha üzəri yumşalsın. Yenə deyirəm, istəsəniz üzərinə yumurta və süd qarışığı çəkə bilərsiniz. Onda daha da yumşaq olar. Mən çəkmədim, amma çəksəniz daha yaxşı olar.
Bu şəkildə hamısına zabarına krem çəkdikdən sonra artıq bulkalarımız hazırdır. Mütləq hazırlayın. Çox gözəl reseptdir. İzlədiyinizə görə təşəkkür edirəm. Əvvəlcədən kim hazırlayırsa ona nuş olsun deyirəm. Sağ olun.